Bugün biz rejissor Emir Quliyevin o qaranlıq, adamı dərhal özünə çəkən və sirlərlə dolu Tilov serialının çox dərin bir psixoloji təhlilinə dalırıq. Söhbət sadəcə hansısa adada baş verən cinayətlərdən getmir. Yox, biz bir insan psixikasının necə darmadağan olub, sonra tamam başqa, inanılmaz bir məqsəd üçün yenidən qurulmasını incələyəcəyik. Hazırsınız? Onda gəlin, Nigarın o qapalı daxili dünyasını birlikdə kəşf edək. Baxın, bizi dərhal bu hekayənin içinə çəkən çox maraqlı, həm də biraz qəribə bir sual var. Nigarın yaddaşını itirməsi həqiqətənmi tibbi bir haldır, yoxsa bu, çox diqqətlə düşünülmüş, qəsdən uydurulmuş bir müdafiə mexanizmidir? Təhlillərə əsasən deyə bilərik ki, biz burada adi bir detektiv izləmirik. Biz sətraltı, tamamilə səssiz gedən bir psixoloji oyunun düz mərkəzindəyik. Birinci hissə, Nigarın sirri və strategiyası. Gəlin görək bu sirrin arxasında nə dayanır? Serial əslində ilk səhnədən o bildiyimiz bütün ənənəvi detektiv şablonlarını alt-üst edir. Fikir vermisinizsə, burada əsas sual heç vaxt qatil kimdir olmur. Elə açılış səhnəsindəcə qatil onsuz da bəllidir, Əflatundur. Amma serial bütün diqqətimizi tam başqa bir yerə, Nigarın beynindəki o mürəkkəb labirintə yönəldir. Nigarın bu qətildən sağ çıxması və ardınca dərhal yaddaşını itirməsi, bax bu, bütün dramaturji strukturun üzərində dayandığı ən vacib detaldır. Mənbələrdə rast gəldiyimiz vəziyyəti mükəmməl izah edən bir ifadə var. Şuur unudur, amma bədən xatırlayır. Yəni düşünün, əgər insan həqiqətən də hər şeyi unudubsa, bədəni niyə ətrafdakılara bu qədər kəskin reaksiya verir? Nigarın o şuuraltı fiziki reaksiyaları əslində onu ələ verir. Bu bizə açıq-aydın sübut edir ki, o yaddaş itkisi məsələsi sadəcə taxılmış bir maskadır. Ən həlledici, adamı düşünməyə vadar edən məqam isə bu böyük ziddiyyətdə gizlənir. Tənqidçilər də bunu xüsusi vurğulayır. Nigar evdə olanda ailəsinə qarşı necə boğucu bir nifrət hiss edir, düzdür? Emosiyaları, aqressiyası necə də qabarıqdır. Deməli, onun emosional yaddaşı tamamilə yerindədir. Bəs onda niyə eyni yaddaş məsələ kişilərə gələndə anidən söndürülür? Onun kişilərə qarşı o donuqluğu, o hissizliyi açıq-aşkar şuurlu və çox incə hesablanmış stratejik bir seçimdir. İkinci hissə, qaranlıq travmalar və keçmişin izləri. Gəlin bu daxili gərginliyin köklərinə baxaq. Serialdakı o flashbacklər vasitəsilə biz əslində Nigarın keçmişinin nə qədər ağır bir yük olduğunu görürük. Gözünüzün önünə gətirin. Uşaqlıqda elektrik aydın, ardınca yeniyetməlik dövründə bələdiyyə sədri Əbdül tərəfindən məruz qaldığı istismar. Bu ard-arda gələn ağır zərbələr onun o dərin travmasının əsl, qaranlıq mənbəyidir. O, məhz bu zorakılıq dolu bataqlıqdan xilas olmaq üçün vaxtilə adanı tərk etmişdi, amma təəssüf ki, travma onu heç vaxt bir an belə buraxmadı. Üçüncü hissə, ailəyə nifrət və gizli günahlar. Əslində burada məsələ təkcə Nigarla bitmir. Bilirsiniz, bu hekayədə əsl unudan adam Nigar deyil. Dəhşətli həqiqəti çox yaxşı bilən, amma heç nədən xəbəri yoxmuş kimi davranmağı seçən anası Könüldür. Könül qızının başına uşaqlıqdan bəri nələr gəldiyini çox gözəl bilir, amma bunu sadəcə rədd edir. Onun bu inkarı, hətta qızından məndən niyə uzaqlaşmısan deyə soruşacaq qədər irəli getməsi, heç nə olmamış kimi davranması o evi zəhərli, dözülməz bir məkana çevirir. Nigarın içində qaynayan o qəzəb də var ha, bax məhz bu riyakarlıqdan qidalanır. Təhlillərdə xüsusi diqqət çəkən bir məqam var, Könülün polis kamerasında ağladığı, mənəvi cəhətdən sındığı o güclü səhnəm. Oradakı həbsxana kamerası əslində sadəcə bir məkan deyil, vicdanın fiziki beton formasıdır. Deməli belə çıxır ki, Nigar amneziyadan ətrafdakıları idarə etmək üçün bir alət kimi istifadə edir. Amma anası yaddaşsızlıqdan öz dərin uğursuzluqlarını və o ağır vicdan əzabını gizlətmək üçün istifadə edir. Çox təzadlıdır, elə deyilmi? Dördüncü hissə, aktyorluq oyunu. Kəmalə Pirliyevanın yaratdığı o mürəkkəb obraza və detallara nəzər salaq. Bu məqam, bayaq danışdığımız o simptomlara qarşı səbəb fikrini tamamilə təsdiqləyir. Kəmalə Piriyevanın canlandırdığı Nigar obrazının üzündəki o daimi, heç dəyişməyən donuq ifadəni xatırlayırsınız. Fiziki toxunuşdan diksinməsi, gözlərini qaçırması, kişilərin yanında aşkar narahatlığı, diqqətli tamaşaçı üçün bütün bunlar amneziyanın sadəcə bir oyun olduğunu və o böyük səssizliyin altında dəhşətli bir tufanın yatdığını göstərən ustalıqla işlənmiş detallardır. Çünki əsl həqiqət budur. Onun o hissiz, bomboş görünən üzü unudulmuş xatirələrin ağ vərəqi deyil. O, hər şeyi ən incə detalına qədər görən, həddindən artıq şuurlu bir müşahidəçini gizlədən çox möhkəm bir divardır. Yəni, qarşımızdakı yaddaşını itirmiş, yazıq bir qurban deyil. Nigar hər kəsi izləyir. O, qurduğu və hamını içinə çəkdiyi o psixoloji tələdən, adından da göründüyü kimi, Tilovdan tamamilə xəbərdardır. Və o tələ əslində bütün serial boyu bizim gözlərimiz önündə ilmə-ilmə toxunur. Beşinci hissə.
Böyük fədakarlıq və finalın sirri. Hər şeyin aydınlaşdığı o zirvə nöqtəsi. Mənbələrimiz bu ürək ağrıdan dönüş nöqtəsini sadəcə mükəmməl izah edir. Baxın, biz izləyici olaraq sona qədər elə bilirik ki, onun məqsədi qisasdır, kimisə cəzalandırmaqdır, o köhnə travmaların heyfini almaqdır, amma qətiyyən yox. Öldürülən rəfiqəsinin ağır ürək çatışmazlığından əziyyət çəkən bir oğlu var idi, xatırladınız? Nigarın ən əvvəldən bəri o adaya qayıtmaqda bircə dənə, tam soyuqqanlı və dəqiq məqsədi olub. Öz ürəyini o uşağa bağışlamaq. Bu sadə, amma insanı sarsıdan bir rəqəmi. Bu, onun bağışladığı bir ürəyi və xilas etdiyi bir həyatı təmsil edir. Bu, inanılmaz radikal qərar, Nigarın hekayəsini sıradan bir qaranlıq triller və ya cinayət iş olmaqdan tamam çıxarır. Onu dərin bir fədakarlıq, sevgi və əsl mənəvi qurtuluş aktına çevirir. O sadəcə qurban deyil, o dağıdıcı keçmişdən çıxıb gələn əsl xilaskardır. Və biz bu dərin təhlilimizi elə mənbələrdəki o çox yerinə düşən, adamı düşünməyə vadar edən sualla bitiririk. Bəs əslində unudan və unudulan kimdir? Kimlər həqiqəti xatırlamaqdan qaçır? Kimlər o yaddaşdan silinib atılır? Nigar öz həyatından keçərək əslində bizə nəyi göstərdi? Və biz cəmiyyət olaraq bu cür ağır travmaları niyə belə asanlıqla inkar etməyə, görməzdən gəlməyə meyilliyik? Bayaqdan bəri açdığımız bu mürəkkəb psixoloji qatlar üzərində düşünmək artıq sizin öz ixtiyarınızdadır. Ümid edirəm ki, Tilovun bu fərqli bucaqdan təhlili o qaranlıq hekayəyə baxışınızı daha da dərinləşdirdi.